Salam, hər vaxtınız xeyir olsun. Biz bu günləri Tərtər rayon Düyərli kəndində 1-ci Qarabağ müharibəsində şəhid olmuş Ağayev Arzuman Məhərrəmoğlunun yaşadığı evdə, burada boya başa çatdığı, doğulub boya başa çatdığı evdə bir çəkiliş edirik. Ailəsini ziyarət edirik. Ailəsini ziyarət edirik. Ağayev Arzuman Məhərrəmoğlu 1967-ci ildə Tərtər rayon Düyərli kəndində dünyaya göz açmışdır. Demək olar ki, Ağayev Arzuman Məhərrəmoğlu cəsur bir oğlan, demək olar ki, hər bir yerdə özünü tanıtmış bir insan olmuşdur. Demək olar ki, bir günləri bu 8-ci sinifi bu Tərtər rayonunda bitirmiş və Bakı şəhərində üst tutub orada təmal məktəbində davam etdirmişdir. Mənfur düşmənlərimiz Qarabağ müharibəsinin başlayandan sonra onun ürəyi dözməmiş, yenə də qayıdıb Qarabağda öz döyüş yolunu, öz torpaqlarını müdafiət üçün Tərtər rayona gəlmişdir. 11 yanvar 1994-cü ildə Füzuli istiqamətində qəhrəmancasına şəhid olmuşdur. Biz onların ailə üzvlərindən bir neçəsi burada otururlar. Bizlə həm söhbətdirlər. Demək olar ki, onun döyüş yolu haqqında, onun göstərdiyi şücaətləri BBC oğlu mətləfdən çox geniş şəkildə bilir. Biz qısa şəkildə onu deməyini xahiş edirik ki, və bir neçə nəfər də o Arzuman haqqında bir neçə kəlmə desinlər. Allah şəhidlərin hamısına rəhmət eləsin. Bu mənim daim oğlum. Xanlar rayonuna, 1-ci Göygöl rayonunun erkək şirkətlərindən müharibəyə başlayıb 1-ci Qarabağ müharibəsində gəlib çıxıb Ağdərə rayonundan, sonra Ağdərədən gəlir. Sonra elə oldu ki, bunu ehtiyata boşladılar, könüllüləri bununla ehtiyata boşladılar. Sonra Ulu öndərimiz hakimiyyətə gələndən sonra 93-cü il 2 noyabrda verdiyi fərmana görə yenidən səfərbərlik olundu. Yenidən qayıtdı müharibəyə, döyüş bölgəsinə qayıtdı. Birinci döyüş gələndə Ağdama gəldi. Ağdamdan da apardılar Füzuliyə. Füzulidə gedən ağır döyüşlərdə yanvar ayında. Gedən döyüşlərdə yanvar ayının 11-də Xorazm istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Allah rəhmət eləsin. Şəhidimizin adını da daşıyan onun qardaşı olub. Bəli. Hazırda o hərbi xidmətini yenə də başa vurubdur. Xidmətdə olubdur. Arzumanın adını ona layiq olmaq üçün o adı ona veriblər. Bəli. Yaşatmaqdan ötürü. Bu günləri Arzumanın, şəhidimizin atası, anası xəstələrlə əlaqəli Bakı şəhərində müalicə olurlar deyirlər. Atası, anası oradadır. Allah onlara səbir versin. Heç vaxtı biz 1-ci Qarabağ 44 günlük müharibə şəhid həmişə bizim üçün başımızın tacıdır. Şəhidlər unudulmur. Unudulmamalı. Bu günlərdə biz 1-ci Qarabağ müharibəsinin şəhidi Arzumanın xatirəsini, biz onu gəlib burada xatırlamağımızı, biz onu yad eləməyimizi bizim boynumuzun borcudur. Şəhidimizin qardaşı Vüqar Ağayev, bir qardaşı yenə hardasa işlə əlaqəli bu günləri yoxdur. Hardasa öz işindədir.
Yəni biz ona məlumat versək, o da gələ bilərdi. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Qəbirləri nurla olsun, məqamları uca olsun. Bizim əməkdaşımız Vasif müəllim də bir neçə kəlmə biz xahiş edirdik, bir neçə kəlmə şəhidimiz haqqında öz sözünü desin. Nasıl? Kənd cəmaatdan biz qonşu kəndlikdə tanıyırıq bir-birimizi, eşitdiyimizi deyək ki, çox salih seçilən oğlan olubdur. Qəhrəman olmuş. Hər yerdə seçilibdir, zəhmətsevərliyi ilə, özünə hörmət qazanan oğlan olubdur. Döyüş yolunda da, yəni döyüş yoldaşları da hamı tərifləyir ki, yaxşı döyüşüb, yaxşı insan olub. İnsan kimi də yaxşı olub, döyüşçü kimi də yaxşı olub. Subaykən bu olan bu özünü Qarabağ Allah rəhmət eləsin, məqamı yüksək olsun. məqamı yüksək olsun. Bizim də Bozumuz İctimai Nəzarət Təşkilatı olaraq və Nəzarət TV kanalımız olaraq bütün şəhidlərimizi, fərqi yoxdur 92-ci ildən bəri bütün şəhidlərimizi işıqlandırıb, unutmayaq və unutturmayaq. Allah kömək Çox sağ olun. Çox sağ olun. Bizim də bu işdə bizə köməklik eləyən, bizə dəstək olan Tərtər rayonunun Kommunal Təsərrüfat İdarəsi Qəhrəmanov Salih müəllimə öz təşəkkürümüzü bildiririk. Sağ olsun. Bizə dəstək olubdur, bəzi bir şəhid çəkilişlərində bizə dəstək olubdur. Çox sağ olsun. Allah kömək olsun. Allah razı olsun. Allah razı olsun. Allah razı olsun.